Salam, kanalıma və videoma xoş gəlmisiniz. Bu videoda istəyirəm 11-ci sinif buraxılış haqqında ətraflı danışım. Yenə də videoda demədiyim hər hansı bir sualınız olsa, aşağıda rəy bölməsinə yaza bilərsiniz. Hamısını cavablandırmağa çalışacağım. Buraxılış haqqında çəkməyimin də səbəbi keçən videoda çox suallar buraxılışdan gəlmişdi. İstədim ətraflı çəkim. Yəni mən 11-ci sinif buraxılışdan nələrə diqqət eləmişəm, nələr etmişəm və ya nələri etməzdim, nələri edərdim. Bunlar haqqında danışacağım. O zaman videoya keçək. İlk öncə istəyirəm hazırlıqlar haqqında danışım. Bunu keçən videoda deməyi unutmuşam. Mənim bütün hazırlıqlarım onlayn olub və fərdi getmişəm. Sadəcə bir hazırlığım ingilis dili qrupla idi və canlı idi. Çünki ingilis dili mənim məktəbdə gedirdim. Məktəbdə sinif rəhbərimə gedirdim və məktəbdə 13:35-də dərsim bitirdi. 14:00-da da o başlayırdı. Ona görə ona canlı gedirdim və qrup şəklində idi. Bir də keçən videoda da çoxu müəllimlər haqqında soruşub. Əgər yenə buraxılış fənləri haqqında müəllimlərimi istəyirsinizsə, əlaqə qurmaq istəyirsinizsə, aşağıda Instagram paylaşacağım. Instagramımı oradan DM-dən yaza bilərsiniz. Bu arada məni Instagramdan da izləyə bilərsiniz. Bura adını qoyacağım və ya aşağıya link də qoyacağım. Oradan da keçid edib izləyə bilərsiniz. Və aşağıda Pinterestimi də buraxıram. Orada keçid edib izləyə bilərsiniz. Bir şey qeyd etmək istəyirəm ki, mən 11-ci sinifin yayında hazırlıqlara getmişəm. Yəni qətiyyən dayanmamışam. 11-ci sinifin yayını nəzərdə tuturam. Sadəcə ingilis dilini avqustda başladım. O da canlı olduğu üçün. Amma digər hazırlıqları iyun, iyul, avqust fərq eləmir. Yəni bütün yayı getmişəm. Blok buraxılış bu arada hamısına getmişəm və ona görə də əslində bu məni çox qabağa atıb. Çünki mən imtahana bir ay qalmış artıq bütün proqramı bitirmişdim və bir ay sırf təkrarlarla hazırlaşmışam. Sınaqlar, sınaq kitabları falan bütün fənlərdən sınaq kitabları buraxılışı nəzərdə tuturam. İmtahana bir ay qalmış artıq təkrar eləyirdim. Məsələn, mənim digər sinif yoldaşlarım, onlar hələ imtahana bir ay qalmış proqram işləyirdilər, amma mən proqramı bitirmişdim. Çünki canlı hazırlıqlarda elə plan qurulur ki, imtahana bir həftə qalmış, yəni uzaqbaşı 2 həftə qalmış proqram bitir və onlar başlayırlar 2 həftədə təkrar eləməyə. Amma təkrar çox önəmlidir. Çünki təkrar elədikcə sizin mövzular daha da yadınıza düşür. Sanki yəni mövzuları yenidən öyrənirsiniz. Ona görə təkrar çox yaxşıdır və çalışın yayı dəyərləndirin. Çünki bir də o yay gəlməyəcək və peşmanlıq hissi olmasın sizdə. Ona görə son yayınızı da dəyərləndirin. Artıq gələn yay istirahət edəcəksiniz, yəni dərs olmayacaq. Gördüm ki, ən çox qabağa atan şeylərdən biri də bu idi. Mənim təkrara çox vaxtım qalmışdı. Yəni imtahana bir ay qalmış, mən təkrar edirdim. Bütün proqramı bitirmişdim. Hazırlıqlardan bunu deyərdim ki, mənim hazırlıqlarımın onlayn olması əslində məni çox qabağa atıb. Çünki mənim qətiyyən vaxtım getmir. Məsələn, çoxu canlı gedir. Canlı da olanda çox vaxt 2 saat olur hazırlıq müddəti. Məsələn, mən onlayn saat yarım gedirdim, həftədə 2 dəfə, amma canlı 2 saat olurdu. Ümumiyyətlə canlıya həm yolda çox vaxt gedir. Yəni bilmirəm, bəlkə də siz canlı evinizin yanında gedirsiniz. Yəni bu problem deyil. Amma mən məsələn evdən canlıya hazırlığa getməyə 1 saat vaxtım gedirdi. Qayıtmağa da eyni şəkildə 1 saat, hətta bəzən çox olurdu. Və bu əslində vaxtdan əlavə çox yorğunluq olurdu. Yəni məni çox yorurdu, dəhşət. Çünki acırdım, məsələn, yorulurdum, avtobusu gözləyirdim. Yəni avtobus gözləmək kimi də problemim var idi. Avtobus elə olurdu yarım saata gəlirdi, elə olurdu 40 dəqiqə, elə olurdu 5 dəqiqəyə gəlirdi. Yəni dəyişirdi. Bu da mənim vaxtımı aparırdı. Ona görə onlayn olması məni çox qabağa atıb. Sadəcə bir hazırlığım canlı idi, qalan hamısı onlayn olub. Azərbaycan dili riyaziyyatda məndə onlayn və fərdi şəklində olub. Birinci riyaziyyatdan başlamaq istəyirəm. Riyaziyyatda 93,8 bal toplamışdım. Sadəcə bir ətraflı, ən axırda 7-dən sual olan, oradan bir dənə səhvim çıxmışdı. O da yazmamışdım. Sualı ümumiyyətcə səhv yazmışdım. Yəni heç bir bal verilməmişdi, 0 bal verilmişdi. Və o sual da əslində çətin sual sayılmazdı. Sadəcə sualın biraz məğzini dəyişdirmişdilər. Silsilə haqqında bir sual idi, amma o silsilə olduğu yəni mənim ağlıma gəlməmişdi. Hansı ki, çox asan sual idi. Sadəcə diqqətsizliyimdən idi və bir də əslində vaxtım da çox çatmamışdı. Yəni ona çox da vaxtım qalmamışdı düşünməyə. Birbaşa cavab yazmışdım. Və mən buraxılışda keçən videoda da demişdim, 274 bal toplamışam. Buraxılışda bizdə çətin oldu. Yəni bilirsiniz ki, bu il 9 mart və 15 mart buraxılış imtahanları çətin oldu keçən illərə nisbətən. Ona görə biraz balım aşağı gəldi. Əslində 280 plus nəzərdə tutmuşdum mən, amma 274 gəldi.
Riyaziyyatı da 100 nəzərdə tutmuşdum. Çünki sınaqlardan da riyaziyyat yaxşı yazırdım. Düzdür, çox 100 yazmırdım. Sadəcə bir dəfə 100 yazmışdım. Amma yəni yaxşı yazırdım. Həmişə 90 plus yazırdım və imtahanda da 100 yazmağı gözləyirdim, amma bir sualım səhv idi, ona görə 100 yazmadım. Riyaziyyatdan qayda hissəsindən danışsam, mən heç bir qayda kitabı oxumurdum. Amma yəni əgər siz qayda kitabı oxumaq istəyirsinizsə, Güvənin qayda kitabını tövsiyə edərdim. Əslində qayda kitabı sırf qayda kitabı deyildi. Kitabın başında qaydadan danışırdı, axırında da testlər vardı. Yəni yarısı qayda, yarısı testlərdən ibarət idi. O kitabı tövsiyə edə bilərəm. Orada yəni qaydalar yazılıb. Amma ümumiyyətlə mən heç bir qayda kitabını oxumamışam. Mənim müəlliməm bütün qaydaları qısa şəkildə konkret, yəni imtahana nə düşürsə, sadəcə onu mənə yazdırmışdı. Mənim bir qeyd dəftərim var idi. Orada məsələn bütün qaydalar var idi məndə. Yəni imtahana nə düşəcəksə, hər şey var idi. Çünki kitabda, qayda kitablarında artıq çox şey var. Yəni artıq hər şey var. Təkcə bu riyaziyyata aid deyil. Digər qayda kitablarında da belədir. Yəni imtahana düşən konkret şeylər bilmək lazımdır. Əlavə şeylərlə yəni başınızı yormayın. Hansı ki imtahana düşəcək, yəni dəqiq bilirsiniz ki, bu imtahana düşəcək. Bunu məsələn siz bilməsəniz də müəlliməniz bilməlidir. Yəni sırf onları öyrənin. Əslində bu təkcə riyaziyyata yox, digərlərinə də aiddir. Bu da əslində buraxılışa aiddir. Yəni əgər siz sadəcə Azərbaycan dili və riyaziyyatı buraxılışda istifadə edəcəksinizsə bu aiddir. Yoxsa 3-cü qrupsunuzsa Azərbaycan dilini blokda da istifadə edəcəksinizsə, təbii ki, qaydaları əzbər bilməlisiniz, daha yaxşı bilməlisiniz və ya riyaziyyat əgər 1-ci qrup və ya 2-ci qrupsunuzsa, blokda da riyaziyyatınız varsa, riyaziyyatı daha yaxşı bilməlisiniz. Mən sadəcə buraxılışdan danışıram. Məsələn, mənə riyaziyyat və Azərbaycan dili sadəcə buraxılışda lazım idi. Qalan heç bir yerdə lazım deyildi. Ona görə mən də sırf konkret hansı imtahana düşürsə, o qaydaları öyrənmişdim. Və riyaziyyatdan sınaqlar. Çoxlu sınaq işləmək. Yəni mən o qədər çox sınaq kitabı işləmişdim. Məsələn, bu dəqiqə hal-hazırda çox yadımda deyil. Yadımda olanlar bunlardır ki, MHM-i işləmişəm. MHM deyərdim ki, içlərində elə yaxşısı MHM sınaq kitabıdır. Nicat müəllimin kitabını işləmişdim, amma bunun haqqında bir şey demək istəyirəm. Nicat müəllimin kitabı çox səhvliklər var idi arxada. Mən düzdür, kitabın özünü almışdım və köhnə nəşr idi məndə. Amma bəlkə də bilmirəm, indi yeni nəşrlərdə düzəliş eləyə bilərlər, ondan xəbərim yoxdur. Siz istəsəz maraqlanıb ala bilərsiniz. Amma mənim işlədiyim köhnə riyaziyyat, yəni Nicat müəllimi, Nicat Baxışzadə idi deyəsən, unutmuşam biraz. Orada yəni kitabında demək olar ki, kitabın yarısı deyəsən 60-a yaxın sınaq var idi və 30 sınaqdan sonra, yəni sınaqların yarısından o tərəfə demək olar ki, səhvlərlə dolu idi də, yəni dəhşət çox səhv var idi və bu yəni birincisi insanı yorurdu. Yəni yazırdın, düz yazırdın, amma arxada cavab səhv idi. Oturub bir də yazırdın onu müəllimdən ki, müəllim baxsın, yəni sən düz yazıbsan, yoxsa cavab düzdür. Buna bir nə qədər vaxt gedirdi. Yəni suala 2 dəqiqə vaxt ayırıbsansa, bir də 2 dəqiqə yenə ona vaxt gedirdi. Bir də motivasiyanı aşağı salırdı. Yəni mən təsəvvür edin, sınağı işləyirdim. 25 sual var idi. Mənim çıxırdı tutaq ki, 15 səhvim. Mən deyirdim ki, yəni bu qədər mənim səhvim çıxa bilməz axı. Yəni görürdüm ki, sonra cavablar səhvdir. Yəni motivasiyanı da aşağı salır, vaxt itkisi. Ona görə o kitabı maraqlanıb almağınızı tövsiyə edirəm. Bir digər sınaq kitabı, mən ümumiyyətcə müəlliməm də atırdı mənə. Yəni nə qədər sınaq kitabları var idi. Müəllifləri məsələn heç bir yadımda deyil, amma Telegramdan və ya PDF şəklində nə qədər sınaq kitabları var idi. Məsələn, mən onları da işləyirdim. Bir də qəbullar. Məndə bir PDF var idi. PDF yenə də bilmirəm hardan götürülmüşdü. Onu mənə öz müəlliməm atmışdı. Müəyyən bir ildən 2025-ə qədər bütün buraxılışlar var idi. Yəni bütün qəbullardakı buraxılışların riyaziyyatı var idi və mən onların hamısını bir dəfə və 2 dəfə işləmişəm. Bunu imtahana yaxın eləmişəm. Qəbullardan əlavə modellərdən işləmişəm. Model çox işləməmişəm, düzünü desəm. Sadəcə 2025-in modelini işləmişdim. Bir də 2026-nın modelini, yəni öz ilimə modelini işləmişdim. Digər illərin modellərini işləmişəm deyə bilmərəm. Bu modeli işləmək əslində mənasız bilirəm. Çünki buraxılış riyaziyyat inanın ki, çox asan düşür. Yəni hətta qapalı hissəsi deyərdim ki, sudur. Yəni ən az heç nə bilməyən uşaq belə gedər o qapalıdan ən az 10 dənə yazar, yəni. Buraxılışın həqiqətən çox asandır, riyaziyyatı. Qətiyyən gözünüzü qorxutmayın. Blok haqqında heç bir fikrim yoxdur, amma mən buraxılışdan danışıram. Yəni qətiyyən qorxmayın, heç də çətin deyil. Amma
açıq sualları vaxt aparır. Təbii ki, o açıq ətraflı sualları. Onlara full diqqət yetirin. Yəni qapalını yazın, diqqətlə və tez-tez, sürətli bir şəkildə yazın. 10 dəqiqəyə yazın, bitirin. Və keçsin açıq suallara. Açıq suallara demək olar ki, yəni vaxtınızı açıq suallara ayırın və ətraflı şəkildə yazın riyaziyyatda. Çox artıq əski şey yazmayın. Yəni birdən səhv nəsə yazarsınız, ona görə deyirəm. Artıq əski yazmayın. Yəni sual nədən danışır, ona əsasən onun ətrafında yazın, ətraflı yazın. Ətraflı yazın, çünki siz orada ən kiçik bir şey belə yəni qeyd edəndə o sizə bal verə bilər. Yəni tutaq ki, siz yazıbsınız, heç nə düz deyil, axırda heç cavabı belə düz almayıbsınız. Amma kiçik bir düstur yazıbsınız məsələn. Yəni bu tutaq ki, yəni məsələnin yoludur da bir hissəsində kiçik bir düstur yazıbsınız və orada kiçik bir söz yazıbsınız. Yəni bu belədir, bu belədir. O belə sizə bal verə bilər. Ona görə açıq suallarda çalışın, ətraflı şəkildə yazın. Əlavə şey yazmayın. Əgər sualda nə varsa onun haqqında yazın və çalışın yazın. Yəni boş buraxmayın. Axırda cavabı səhv alsanız belə olar. Narahat olmayın. Yəni səhv cavab alanda o sizdən bal kəsməyəcək. Yəni 0 verməyəcək. Heç olmasa 3də 1 verə bilər, 3də 2 verə bilər. Yəni orada bal şkalası var da, ona uyğun verə bilər. Riyaziyyatda deyəcəklərimdən biri də çoxlu sual tipi işləməkdir. Yenə də bunu keçən videoda da demişəm. Səhvlərinizin üstündə çox durmaq. Təkrar səhvlərinizi işləmək. Məsələn, mən topluma 2 dəfə falan işləmişdim. Qayıdıb yenə səhvlərimə baxmışdım. Başdan aşağı səhvlərimi işləmişdim. Yenə onlardan yenə yaza bilmədiklərimi qayıdıb yenə yazmışdım. Yəni çoxlu toplumun səhvlərinə baxın. Mənim müəlliməm qabağına çıxan PDF-ləri atırdı, onları işləyirdim. Və sınaqları, məsələn, OTK, güvən sınaqları, hansı ki PDF şəklində köhnə illərin sınaqlarını işləyirdim, paylaşılan və sınaqları da gedirdim təbii ki. OTK və güvən sınağına gedirdim. Ondan əlavə isə getmədiyim sınaqların PDF-lərini işləyirdim, yəni köhnə illərin sınaqlarını işləyirdim. İndi isə Azərbaycan dilinə gələk. Ümumiyyətlə, Azərbaycan dilində deyə biləcəyim şeydən biri budur ki, mətnlərə çox üstünlük vermək. Həm imtahanda, həm də hazırlaşarkən. Yəni imtahanda əgər Azərbaycan dilinə 1 saat vaxt ayırırsınızsa, 10 dəqiqəsini qrammatikaya, qalan vaxtı isə mətnə ayırın. Ümumiyyətlə, qrammatikanı çalışın tez, sürətlə və diqqətli şəkildə işləyin. 10 dəqiqə qrammatikanı yazdıqdan sonra artıq keçin mətnə və mətnə vaxtınızı çox ayırın. Yəni elə nizamlayın ki, imtahanda vaxtı çalışın mətnə çox vaxt qalsın. Çünki mətn ən çox bal verən mətndir. Yəni Azərbaycan dilində qrammatika 25 bal verir, mətn isə 75 bal verir. Yəni ona görə çalışın mətni olabildiyincə diqqətli və oradan yəni çox yazmağa çalışın, səhvsiz yazmağa çalışın. Mən imtahanda da mətndən səhvim yox idi. Sadəcə bir açıq sualım səhv idi, amma qrammatikadan 2-dən səhv var idi və bu tamamilə diqqətsizlik səhvi idi. Çünki mən Azərbaycan dilində qrammatikadan həqiqətən yaxşı idim. Yəni sınaqlarda səhvim çıxmırdı. Ümumiyyətlə yəni yaxşı idim də. Çünki Azərbaycan dilində qrammatika həqiqətən buraxılışda yəni çox asan düşür də. Yəni 3-cü qrup bloku bilmirəm, amma buraxılış həqiqətən çox asan düşür. Yəni siz onu 100% yaza bilərsiniz də tam səhvsiz. Sadəcə mən 2-dən diqqətsizliyi səhv eləmişdim. Yəni çox asan sualları səhv yazmışdım. Ona görə mənim 2 dənə qrammatikadan səhvim var idi. Mətndə isə 1 dənə açıq var idi. İndi isə mətnin açıq suallarına gəlmək istəyirəm. Mətndə Azərbaycan dilində açıq suallarda bir şey var ki, hər hansı bir şey, məsələn, hər hansı bir sualda, açıq sualda da bir sözü belə yazsan sonra, məsələn, o 0 olur da. Yəni bununla məncə qarşılaşıbsınız. Məndə də elə bir şey olmuşdu. Mən hansısa sözü yazmamalıydım, amma onu yazmışdım deyə 0 olmuşdu. Yəni demək olar ki, yəni tamamilə sual səhv getmişdi, 0 bal verilmişdi. Sualları diqqətlə yazın. Əlavə, artıq və səhv şeylər yazmayın. Çalışın ətraflı yazın, düzdür, sizə bal versinlər, yəni heç olmasa yarı bal belə versinlər. Amma çalışın səhv yazmayın da, artıq sözlər və ya artıq şeylər yazmayın ki, onlar sizdə hər hansı bir yerdən bal kəsməsinlər. Azərbaycan dili mətnləri işləməyin bir qaydası da var. Mən həmişə belə işləyirdim. Ona görə məsələn qapalı suallarda mənim heç vaxt səhvim olmurdu. Mətni işləməzdən əvvəl, yəni heç bir mətnə baxmayın. Ümumiyyətcə mətn nə haqqda danışır, nədir? Ümumiyyətcə baxmayın. İlk öncə suallara baxın. Qapalı, açıq fərq eləmir. Bütün sualları birinci oxuyun, sonra başlayın mətni işləyin. Məsələn, mən bunu eləmirdim əvvəl. Yəni birbaşa mətni oxuyurdum, sonra başlayırdım sualları işləyirdim və səhvim çox çıxırdı. Özəlliklə qapalı suallarda mənim həqiqətən səhvim çox çıxırdı mətndə. Amma mən bunu elədikdən sonra birinci daha doğrusu sualları oxudum, sonra isə mətni oxudum. Bunu eləyəndən sonra həqiqətən mənim mətnim
çox inkişaf elədim. Mən çünki mətndə çox zəif idim, qrammatikada güclü idim. Amma imtahanda tamamilə tərsi oldu. Qrammatikada səhvim çox çıxdı, nəinki mətndə. Mətndə ona görə buna diqqət edin. Birinci sualları oxuyun. Yəni qapalı, açıq fərq eləmir. Yəni oturun sualın şərtin və cavabları oxuyun. Hansı A, B, C, D-yə. Yəni o cavabları oxuyun və sualın şərtini oxuyun. Ondan sonra isə başlayın mətni oxuyun. Mətni də tam diqqətli şəkildə oxuyun. Hər bir cümləsinə, hər bir sözünə diqqət eləyin və sonra başlayın suallar işləyin. Yəni əmin olun ki, bu sizi çox qabağa atacaq. Həqiqətən görəcəksiniz ki, mətndə inkişaf eləmisiniz. Baxılışda qrammatika çox asan olur. Yəni kifayət qədər asan olur və 10 dənə sual olur. Onu yəni səhvsiz yazmaq çox asandır. Kitabdan qayda oxumamışam. Müəlliməm yazdırıb, yəni hansı ki qeydlər və təbii ki, yəni bazam olub da həmişə aşağı siniflərdən. İmtahana nələr düşür? Yəni ümumiyyətcə nə tip suallar düşür? Mən sadəcə o qaydaları oxumuşam. Əlavə artıq heç bir qayda oxumayın. Sırf o qaydaları, o qeydləri oxuyun. Əlavə artıq əski heç bir qaydanı yəni öyrənib, əzbərləyib beyninizi yormayın. Hansı ki imtahana düşəcək, qısa konkret o qaydaları oxuyun. Müəlliməniz də yazdıra bilər və ya siz özünüz də. Məsələn, MHM-in qayda kitabı var, oradan oxuya bilərsiniz. Başqa qayda kitabı belə bilmirəm, amma mən hər hansı bir şey olanda MHM-dən oxumuşam. Yəni hər hansı bir qaydanı bilmək istəyəndə MHM-dən oxumuşdum. Çünki məsələn elə qaydalar olur ki, onlar sırf bloka düşür də, buraxılışa düşməyin. Və buraxılışdan qətiyyən qorxmayın. Bunu keçən videoda bir rəy yazmışdı, hansısa izləyici, orada da qeyd eləmişdim. Buraxılışdan 280 plus yazmaq həqiqətən çox asandır. Yəni nəinki blokdan 280 plus yazmaq. Çünki buraxılış məsələn çox insan yaza bilər yaxşı, amma bloku hər insan yaza bilmir. Çünki buraxılış bizim 1-ci 9-cu sinifdən də tərli qədər baza var. Buraxılış yəni bizim 1-ci sinifdən öyrəndiyimiz şeylərdir və 9-da da buraxılış imtahanı vermişik deyə buraxılışdan bazamız var və buraxılışdan inanın, yəni qətiyyən yalan demirəm, 280 plus yazmaq çox rahatdır. Təbii ki, çox çalışsanız, zəhmət çəksəniz, yəni zəif uşaq gedib 280 plus təbii ki, yaza bilməz. Amma əgər sizin bazanız varsa, özünüzə güvənirsinizsə və çox çalışıbsınızsa, zəhmət çəkibsənizsə, əmin olun 280 plus yaza bilərsiniz. Mən dediyim kimi yenə yaza bilmədim, çünki çətin oldu bizdə imtahan və istədiyim bal əslində yığa bilmədim. Azərbaycan dilindən deyəcəklərim bunlardır. İngilis dilinə keçsək, ingilis dili mən canlı gedirdim və qrup şəklində gedirdim. İmtahanda mənim qrammatika və mətn hissəsindən heç bir səhvim yox idi. Yenə ancaq səhvim listeningdən idi. Listeningdə 2 dənə səhvim var idi. Biri açıq sual, biri qapalı sual və bu mənim nə qədər balımı apardı. Yəni 8 bala yaxın balımı apardı. Birinci qrammatikadan danışmaq istəyirəm. Qrammatika, mən əvvəl ingilis dilində qrammatikada səhvim çox çıxırdı. Yəni sınaqlardan deyirəm. Sınaqlarda yəni 2-3 dənə səhvim çıxırdı qrammatikadan. Eyni şəkildə mətndən də çıxırdı. Mən bunu necə artırdım? Bir kitab var idi, Our Way to English. Bura şəklini qoyacağam, əgər almaq istəsəniz. Bu kitabı mənim müəllim işlətmirdi. Yəni bizə dərsdə müəllimə başqa kitabları işlədirdi. Keçən videoda da paylaşmışdım. Özü də sınaqlar gətirdi. Yəni hər dərs biz sınaq işləyirdik istisnasız. 1 və ya 2 dənə sınaq. Yəni mütləq işləyirdik. Hər dərs, yəni OTK, güvən fərq eləmir. Hər tərəfdən müəllimə bizə sınaqlar gətirirdi. Onları işləyirdik və əlavə bir kitab işləyirdik, bir də toplu işləyirdik. Bu kitab məni qabağa atdı. Həqiqətən mətn və qrammatika hissəsində o kitab məni çox qabağa atdı. Əslində listening hissəsində də atmışdı. Sadəcə mən imtahanda listeningi eşitmədim yaxşı. Yəni əslində səsdə falan heç bir problem yox idi. Sadəcə yəni orada danışan insanın danışığını başa düşmədim. Əslində bu məndə həmişə problem idi. Amma o kitabda əslində mən listeningi də yaxşı yazırdım. Sadəcə imtahanda dediyim kimi eşitmədim. Səs aydın idi, amma mən yəni başa düşmədim orada nə deyir. Və bir dənə də qapalı sualım səhv var idi və açıq sualda da səhv yazmışdım sözü. Yəni orada başqa şey dedim, mən başqa şey yazmışdım. O kitabda bilirsiniz necə idi? Hər mövzuya aid, tutaq ki, noun isimdə. Hardasa nouna aid bəlkə 10 dənə sınaq var idi və sınaqlarda qrammatika suallarında bir mövzu ilə əlaqəli idi. Yəni bütün mövzulara aid var idi sınaqlar. Axırda da ümumi sınaqlar var idi. Düzdür, ümumi sınaqlar az idi. Amma zaten hər bölməyə aid sınaqlar var idi. Zaten onların hamısını işləsəydiniz belə ümumi sınağa bərabər olardı. Noun'u da təbii ki, yəni ayırmışdılar da. Tək və cəm isimlər, məsələn, sayılan, sayılmayan. Yəni belə ayırmışdılar. Və hər sınaqda mətn listening var idi. O kitabı ala bilərsiniz, yəni hamısını işləyə bilərsiniz. Mən sadəcə çox vaxtım qalmamışdı deyə kitabın demək olar yarısını işləmişdim, hamısını işləməmişdim. Amma o kitab mənə həqiqətən çox qabağa atdı.
həm mətn hissəsində, həm də qrammatika, özəlliklə qrammatika hissəsində. Çünki həqiqətən mənim qrammatikada çox səhvim çıxırdı. Amma o kitabı işləyəndən sonra qrammatikam xeyli artdı. Mətn hissəsinə gəlsək, əslində buradan çox bir şey deyə bilməyəcəm. Çünki bilirsiniz ki, artıq dəyişdi. Ümumiyyətcə sual tipləri, sual dəyişdiyin buraxılışda ingilis dili. Məsələn, bizdə esse var idi, 3 cümləlik esse, amma artıq sizdə 100 sözlük esse olub. Amma yəni demək olar eyni şeydir. Buradan bir şey demək istəyəcəm. Esseni yaxşı yazmaq üçün mütləq şəkildə sözlər öyrənməlisiniz. Yəni söz bazanız çox olmalıdır. Hər gün söz öyrənin. Məsələn, biologiyadan hər gün necə keçən videoda demişdim, hər gün necə qayda oxuyun deyirəmsə, ingilis dilində də hər gün söz oxuyun. Bu əslində həm reading üçün yaxşıdır, həm də listening üçün yaxşıdır. Və ingilis dilindən də deyəcəyim bu qədərdir. Hər üç fəndən olabildiyincə ətraflı şəkildə danışmağa çalışdım. Nələrə diqqət eləməlisiniz, mən nələrə diqqət eləmişdim. Geri qayıtsam nəyi dəyişmək istərdim? Əslində heç bir şey dəyişmək istəməzdim. Düşünürəm ki, kifayət qədər eləmişdim hər şeyi. Sadəcə biraz da diqqətli olmağı aşılayıram sizə. Özümə də kaş o vaxt daha diqqətli olardım deyərdim. Çünki Azərbaycan dilində məsələn 2 dənə qrammatika səhvim çox diqqətsizlik idi. Əslində riyaziyyatda da məsələn vaxtım olsaydı, yəni o suala çox baxsaydım, hər halda tapardım. İngilis dilinin əslində bir şey dəyişə bilməzdim. Çünki listeningdir o. Yəni əgər eşitmədin də, yəni getdi də o sual. Ona görə oradan çox bir şey deyə bilməzdim. Amma riyaziyyatda açıq suallarda çox diqqətli olun. Yəni çalışın hamısını düz yazın və vaxtı yönədə bilin yaxşı. Məsələn, bizdə çətin olmuşdu deyə biraz çox uşaq çatdıra bilməmişdim. Məsələn, vaxtı özəlliklə 9 mart, mən 15 mart vermişdim. Amma 9 mart özəlliklə vaxt problemi olmuşdu. Düzdür, mənim vaxt problemim olmamışdı. Amma sadəcə bir suala, riyaziyyatdan bir suala ətraflı şəkildə baxa bilməmişdim. Sadəcə bir dəfə baxmışdım və cavabı yazmışdım. İkinci dəfə qayıdıb baxmamışdım. Əgər bəlkə baxsaydım, tapa bilərdim. Əslində o sualı yazanda mən zaten bilirdim o sual səhvdir, yəni səhv yazmışam. Amma qayıdıb baxmağa vaxtım olmamışdı. Ona görə imtahanda olabildiyincə diqqətli olun. Sualları çox diqqətlə oxuyun, cavabı 2-3 dəfə oxuyun. Yəni bir dəfə şərti oxumayın, dəfələrlə oxuyun. Şərtdə sizə nə deyir, olar, olmaz, uyğundur, uyğun deyil. Bunların hamısına çox diqqətli yanaşın. Çünki yəni sualın açarı elə bil ordadır da, yəni olar, olmazdadır. Vaxtı düzgün bölün. Hər məsələn fənnə 1 saat ayırmayın. Mən deyərdim ki, yəni hər fənnə 1 saat ayırmayın. Məsələn, ingilis dilinə 1 saatdan da az vaxt ayırın. Çünki ingilis dili zaten listening başda hardasa 10 dəqiqə listeningə gedir, düzdür. Qalanına da hardasa bir 20 dəqiqə, 30 dəqiqə vaxt ayırın. Yəni 1 saatdan az vaxt ayırın. Çünki ingilis dili yəni tez yaza bilərsiniz. Amma Azərbaycan dilinə riyaziyyata çox vaxt ayırın. Özəlliklə riyaziyyatın açıq suallarına çox vaxt ayırın. Yəni də qapalılara çox vaxt ayırmayın. Yəni tez-tez sürətli şəkildə yazmağı öyrənin. Özəlliklə bu da çox vacibdir. Sürətli şəkildə yazmağı özünüzə öyrəşdirin. Təbii ki, sürətli səhv yazmaq demirəm. Sürətli şəkildə və düzgün, diqqətli olaraq yazın. Azərbaycan dili qrammatikanda tez yazmağa çalışın və düz, amma mətnlərə çox vaxt ayırın. Yəni bu şəkildə vaxtınızı bölün və bunu indidən eləyin. Sınaqlara təbii ki, indi gedəcəksiniz. Oktyabrdan başlayır deyəsən. Sınaqlarda buna diqqət eləyin. Yəni vaxtınızı bölməyi artıq yavaş-yavaş öyrənin. Hansı fəndən başlamaq rahatdırsa ondan başlayın. Məsələn, mənə deyirdilər, imtahanda sizə necə verilir, elə başlayın. İmtahanda belə verirdi. İngilis dili, Azərbaycan dili, riyaziyyat. Mənə deyirdilər belə başla, amma mən elə başlamırdım. Həmişə Azərbaycan dilinin mətnlərdən başlayırdım. Çünki düşünürdüm ki, yəni beynim təmizdir də, hələ heç bir informasiya girməyib. Mətnlərdən başlayayım. Birinci mətnləri yazım. Mətnlərdən başladıqdan sonra mətnləri yazırdım. Sonra riyaziyyatın açıq suallarına keçirdim. Yəni ətraflı həll tələb edən suallara. Onları yazdıqdan sonra başlayırdım. Ya riyaziyyatın qapalılarını yazırdım, ya da Azərbaycan dili qrammatikanı yazırdım. Onları yazdıqdan sonra ən axırda ingilis dilini yazırdım. Yəni belə mənə daha rahat idi. Amma təbii ki, sizə fərqli cürdə rahat ola bilər. Sizə necə rahatsa elə başlayın. Və deyəcəklərim bu qədərdir. Yenə əgər nəsə deməmişəmsə, sizə hər hansı bir mövzu qaranlıqdırsa, yenə də aşağıda rəy bölməsində yaza bilərsiniz. Hamısını cavablandıracağam. Və məni Instagramdan da izləməyi unutmayın. Bura Instagramı yenə də buraxacağam. Aşağıya da açıqlama hissəsində linkini buraxacağam. Oradan keçid edərək də izləyə bilərsiniz. Növbəti video nə haqqında olsun istəyirsiniz? Hər hansı bir fən haqqında ola bilər. Fərq eləmir. Nə haqqında istəyirsinizsə aşağıda rəy bölməsində yazın. Yəni çoxluq nə desə seçməyə çalışaram. Digər videolarda görüşənədək sağ olun.